İndi isə ehtiyatda olan hərbiçi Levinit Kompaniya şirkətinin təsisçisi, rəhbəri Əfsanə Nəbiyevaya söz verilir. Tələsir xanımına görə buyuruz. Hər birinizi salamlayıram. Başda bu tədbiri təşkil edən Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri Ülviyə xanıma dərin təşəkkürümü bildirirəm. Qarşıda şəhid anaları əyləşir. Mən bayaqdan üzrünüzdən istərəm, amma kim ola bilmirəm. O qədər sizin dərdinizə yanıram ki, həqiqətən. Hamımız bir gün bu dünyadan köçəcək. Sözü hardan başlayıb, hardan danışım bilmirəm. Məni sadəcə təsirləndirən bir şey var. Yəni, hamı burada əzab-əziyyətlə yaşayan, çətinliklə yaşayan ailələr görürəm. Şəhidlərimizin hər birini keçmişinə nəzər yetirirəm. O qədər incidir ki, məni. Yəni, qəlbi olan insan həqiqətən çox təsirlənir. Bu dünyadan hər birimiz köçəsinik. Amma məni təsirləndirən bir şey var ki, kaş bu şəhidlərimiz bu cavan ömrünü xoş keçirlərdi. Kimisi ac, kimisi təhsilsiz, kimisi təhsilini zorla başa vuran, kimisinin atası yox, kimisinin anası yox, kimisinin yeməyi yox, olmayan bir həyatı olubdur. Məni sadəcə bu təsirləndirir və bir də cavan anaların, ataların saçlarını ağ görürəm, gözlərini yaşlı görürəm. Bu məni çox təsirləndirir, həqiqətən. Bizim də ömrümüz, yəni belə deyək, mən də haradasa bir 39 yaşındayım, bizim də ömrümüz bir avar keçməkdir. Amma ən əsası nələrsə etməyə çalışırıq, bugün həyatdayıq. Hamımız bir gün bu dünyadan köçəsiyik, amma bir ad qoyub getmək hər adama nəsib olmur. Məni təsirləndirən bizim burada şair bəyin adı nə idi? Saday Qazaqlı. Saday Qazaqlı. Yəni, onu bəlkə də heç kim tanımır. Amma misralarına diqqət elədim. Şəhidlər ölməyib, bizdən bərabər və bizim cərgəmizdədir. O qədər gözəl misralar var ki, yəni şair olmaq hansısa bir şairlər gərək televiziyaya çıxsın, cəmiyyətdə hamı bunu tanısın, yaxşı bir kostyum geysin, hamı geçsin o yanda bir şəkil çəkdirsin. Yəni biz nə qədər cılız düşüncədə olan bizim belə deyək də adamlarımız var, insanlarımız demirəm. Yəni gəlin belə bir insanları, belə bir misralar yazanları tanıdaq, cəmiyyətə təqdim edəyim. Yəni Ülviyə xanımın bu işini mən doğrudan da alqışlayıram. Biz də, o bizim böyüyümüzdür, biz də onları yolunla gedirik. Çata bilməsək də, belə deyək, həqiqətən. Yəni insan bayaq qardaşımız vurğuladı ki, şəhid tədbirinə getdik, cibimizdə 1 manat yox idi. Yəni insanın nə qədər mənəviyyatı zəngin olar ki, və şəhid tədbirinə 9 nəfər deyil heç gəlməmişdi. Görün, biz insanlar, mən özümə aid eləmirəm, çalışdığım qədərilə şəhid qazi ailələrinin yanındayam. Belə deyək, təmənnasız biz də çalışırıq, ehtiyaclı ailələrin yanındayıq. Böyük bir adımız olmasa da şükür, mənəviyyatımız böyükdür, yanan ürəyimiz var, qəlbimiz var. Gəlin səsimizi çatdıraq, hansı ki imkanlı şəxslərə. Mən hər zaman deməkdən çəkinmirəm. Gəlin bugünkü gündə şəhid olmaq mı lazımdır ki, bizi kimsə adımızı əbədiyyən yaşatsın. Bugünkü gündə Azərbaycanın nə qədər ehtiyaclı belə deyək, ailələri var. Gənc oğlanlar var ki, təhsilsiz qalıblar. Bugün kimlər üçün ayaq üstə dayanmışıq? O şəhidlərin, qazilərin, yəni gücünə biz bugün məsud yaşaya bilirik, azad yaşaya bilirik. Gəlin sağ vaxtı dəyər verək. Hansı ki, bugün şəhid tədbirinə, bugün hamı buradadır, yetərincə zal olur. Amma sizin o sözünüz məni təsirləndirdi ki, 9 nəfər şəhid tədbirinə gəlibdi. Görün, nə qədər o analara, ondan sonra heç o tədbiri eləməsəydi, məsələn, ondan məqsədli olardı, adamın yaralı yeridir. Bugünkü gündə analarımıza nə etsək də onları heç könlünü ala bilmərik. Sadəcə bax belə zəngin tədbir, bu belə baxanda kasıb tədbirdir, amma o qədər mənəviyyatı zəngindir ki, o qədər böyük ürəklə gəlmişik hamımız bugünə. Bu anaları yeganə təsirləndirən, qəlbini ovuda bilən, bax belə şəhidlərimizi saymaqdır, adının məqamı zaten ucadır, biz dilimizdə onları uca etməyimizdir.
Gəlin səsimizi çatdıraq imkanlı şəxslərə. Yeyib içmək bu dünyada qalan bir şeylər deyil. Mənəviyyatınız zəngin olsun. Gəlin analarımızın yanında olaq. Şəhidimiz bugün yoxdur. Hansısa bir şəhidimizin evladı qalıb, bacısı qalıb. Anasının ehtiyaclarını qarşılayaq. Bir verən əlinizə min Allah qaytarsın. Allah hər birimizi sınağa çəkir, amma belə sınağı Allah heç kimə çəkdirməsin. Əllərinizdən öpürəm. Yəni mən nə desəm də azdır. Mən də bir hərbiçi olaraq, mən də 2020-də müharibə devrində, pandemiya devrində mən də özümə borc bildim, qeydiyyatdan keçdim. O boyda bizim şəxsiyyətli qardaşlarımız var idi ki, o qədər bizim hərbiçilərimiz var idi ki, qadınlara ehtiyac olmadı. Mən bugünkü gündə ehtiyatdayım. Allah bundan sonra Azərbaycan xalqına belə bir şeylər nəsib eləməsin. Anaların, bacıların, dövlət başçımızın, dövlətimizi gözü yaşlı qoymasın. Bundan sonra xoş firavan ömrümüz olsun. Mən özüm bir ehtiyatda olan hərbiçi kimi, Legend Company şirkətinin təsisçi rəhbəri kimi Qarabağda o qədər layihələr təşkil etmişik. Tanıram həqiqətən ki, hansısa bir şəhidi mən tanımıramsa, yəni o qədər şəhidlərimiz var ki, biz gəzdikcə, onlarla bərabər tədbirlərdə iştirak etdikcə biz tanış oluruq. Amma yenə də mənə görə, mən də sizin evlarınız, mən də sizə borcluyam. Tək biz yox, bütün Azərbaycan xalqı sizə borcludur. Vaxtınızı almayım. Nə qədər vaxtımız, ömrümüz varsa, mən də hər birinizin fərqi yoxdur, hansı sahə olur olsun, əlim gələn, gəlməyən, sizlər üçün hər bir şəxsə ağız açaram, həqiqətən. Özüm üçün heç vaxt ağız açmamışam. Amma şəhid ailələri üçün həmişə 7-24 tək canınız sağ olsun, hər bir zaman yanındayım. Var olun, Ülviyə xanım, təşəkkür edirəm, Arif müəllim, təşəkkür edirəm ki, məni bugün dəvət etmişsiniz. Çalışdığım qədərilə iştirak edirəm, edəcəm də. Hər birinizin yanındayım, əllərinizdən öpürəm. Allah şəhidlərimizin məqamını uca edibdir. Allah rəhmət etsin deyə bilmirəm, utanıram. Çünki onlar zaten rəhməti qazanıb gediblər. Tək ki, bizə də nəsib olsun ki, xidməti vəzifəmizi yerinə yetirəndə biz də şəhid olaq. Amma Allah seçir və şəhidlərə son cümləmlə tamamlamaq istəyirəm ki, o qədər gözəl, yaraşıqlı simalar var ki, ona görə Peyğəmbərimizin nur üzü biz görməmişik, sadəcə onları xatırladırlar şəkillərdə. Peyğəmbərimizin o qədər, nə qədər ömrü, xoş keçməyən ömrü olub ki, ilahiyyatçı qardaşımız bayaq vurğuladı, o qədər gözəl nitqi var, o qədər gözəl səlis hər birimizə çatdıra bilir. O ilahiyyatçı qardaşımızın adını unutdum, Fərid bəy, o qədər hisslərə toxuna bilir. Ən pis şey ağlaya bilməməkdir. İnsanın qəlbi partlayır, ürəyi partlayır ki, necə sakitləşə biləsiniz. Amma o bəyimizin, o qardaşımızın o qədər gözəl sakit sözləri var ki, çox önəmli bir şeydir. Kimi pulundan olmalıdır ehtiyaclarınızı qarşılamaq üçün yanınızda, kimi mənəviyyatca sizin yanınızda olmalıdır. Sizə də dərin təşəkkürümü bildirirəm, həqiqətən Fərid bəy. Ana şeirləri, şəhid şeirləri, ilahiyyatçı olaraq dinimizə, imanımıza toxunan o qədər gözəl sözləriniz var ki, vicdanı olmayanda sizin sözlərinizə həqiqətən vicdanı ayağa qalxar. Mən istəyirəm daim siz hər bir vətəndaşın tədbirlərində iştirak edirsiniz, edəsinizsə və biz bir də kasıb təbəqədən belə deyək də yığırıq, çağırırıq, amma biraz da varlılara üst tutmalıyıq ki, bugün sizin varınız verən əliniz olmalıdır. Çox demirəm, 5 qazanın birini verin. Mən hər zaman nə tədbir olur olsun, fərqi yoxdur, rəsmi, şəhid, təhsil, səhiyyə, mən öz sözümü çatdırıram. Kim mənə buna görə nə etmək istəsə, mən hazıram və onları buradan səsləyirəm ki, biraz da pulunuzu ehtiyaclı ailələrə və şəhid ailələrinə xərcləyək. Çünki onların hesabına yeyirsiniz, yaradırsınız, yaşayırsınız. Qoyun birazdan analarımız yaşasın. Həyatda yaşaya ölmək qədər əzablı bir şey yoxdur. Analarımız oğlu şəhid üçün bəlkə də o qədər narahat deyirlər. Onlar yaşayan ölülərdir. Ona görə ayana, əlinizdən öpürəm, saçınızdan öpürəm. Valla nə desəm azdır. Çox sağ olun, dərin təşəkkürümü bildirirəm. Var olun.